Bəhlulzadə öz yaradıcılığında rənglərdən, xətlərdən çox istifadə etmiş. Ümumiyyətlə, o rəngkarlıqda, həmçinin də qrafikadan çox gözəl məharətlə istifadə etmişdir. Azərbaycanımızın bütün əsrarəngiz gözəlliyini, dağlarını, çaylarını, sıldırım qayalarını, meşələrini, çöllərini öz rəngçilər dünyasına qovuşduran xalq rəssamı təkrarlanmaz Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan oldu. Bahar Nəğməsi əsəri Səttar Bəhlulzadənin 1957-ci ildə çəkdiyi əsərdir. Bu əsər Azərbaycan Milli İncəsənət Muzeyində qorunur. Torpağın Arzusu əsəri 1963-cü ildə çəkilmişdir və onun üslubu peyzaj. Səttar Bəhlulzadə Azərbaycan təbiətinin vurğunu idi. Üslub, lirik, romantik, ekspresiv.